Tamam. Demək ki, bunları biz algoritmdə 10.8 qırmızı üzlü algoritm koderadı. Deməli, bunların izahına baxacaq. Birinci tapşırığımız birdən demək olar ki, demək 6'ya qədər eyni üsulla həll edəcəyik. Baxmayacaq ki, bizdə burada fərqli deməli şəkil, yəni fərqli olsa belə, yəni görünüşü və burada da nə verirsə versin. Yəni bizim bunun yolu budur. Bundan bunu çıxıb üstünə 1 gəlirik. Yəni burada 3 və 1-dirsə 3 çıxaq 1 üstə gələk 1. Eləyəcəkdir nə? 3. İkinciyə baxırıq. 4 çıxaq 1 üstə gələk 1 eləyəcək 4. 2 çıxaq 1 üstə gələk 1 eləyəcəkdir 2. Sonda aldığımız ədədləri bir-birinə vururuq. Yəni 3 vuraq 4 vuraq 2. Bu da eləyəcəkdir 8 dəfə də 3, 24. Deməli, burada cavab 24. A bəndi. Digərinə baxırıq. 3-dən 2 çıxırıq. Üstünə gəlirik 1-i. Eləyəcəkdir 3-dən 2, 1, üstünə 1, 2. 4-dən 2 çıxırıq. Üstünə gəlirik 1-i. O da eləyəcəkdir 2 üstə gələk 1, 3. 2-dən 1 çıxırıq. Üstünə 1 gəlirik. Bu da eləyəcək 2. Sonda bunların cavablarını bir-birinə vururuq. 2 vuraq 3 vuraq 2. O da eləyəcəkdir 6 dəfə 2, 12. Deməli, B bəndi. Keçdik. Aha, üçüncüyə. 3-dən 1 çıxanda, 1 olanda elə özlərini götürür. Çünki bundan bunu çıxıb üstünə 1 gələndə yenə eyni ədəd edir. Deməli, burada olacaq 3 vuraq 5 vuraq 2. Bu da eləyəcəkdir 30. B bəndi. Yenə burada da elədi. 3 ilə 4-ün hasili 12. B bəndi. Bundan bunu çıxıb üstünə 1 gəlirik. Həm biri çıxıb həm üstünə gəldiyimiz üçün ədəd dəyişməyəcəkdir. Burada da 7-dən 2 çıxıb üstünə 1 gələndə 6. 5-dən 3 çıxıb üstünə 1 gələndə 3. 6-nı da 3-ə vuranda 18. Deməli, burada da cavab D bəndi. 7-dən 2 çıxıb üstünə 1 gəlirik. 6. 5-dən 3 çıxırıq, üstünə 1 gəlirik. 3. 6-dan 2 çıxıb üstünə 1 gəlirik. 5. Burada da bir-birinə vuracaq. O da eləyəcəkdir 18 vuraq 5. Bu da 90 eləyəcəkdir. Aha. Y bəndi. Keçdik bu hissəmizə. Demək, burada nə varlar? A-nın qiyməti E-nə biz özümüzdən qiymət verib. Bu modifikasiyalı dövrdür. Modifikasiyalı dövrdə əgər üçüncü bir ədəd yoxdursa, deməli 1-dən E-nə qədər bir-bir addımlayacaq. Yəni 1, 2, 3, 4 və nöqtələr N. Biz N-ə özümüzdən bir dənə 4 verək, hesablayaq, görək nə olacaq cavab. Deməli, A 5-dir, K 2-dir, S də A-ya bərabərdirsə, deməli S də 5-dir. Baxırıq, birinci I bərabərdir 1, birinci dövrümüzə başlayırıq. A bərabərdir A, yəni 5, üstə gələk K 2, bu da eləyəcək 7. S isə bərabərdir S, S-im neçədir? 5, üstə gələk A, 7. Aha, deməli, bu mənim öz qiymətimdir. Təyinat istədiyi üçün mən buranı açıq saxlayıram ki, görün məndən nə istəyir, nə alınacaqdır cavabda. Bu mənim birinci dövrüm, keçirəm ikinci dövrümə. Bu neçə elədir? İ'miz olacaqdır 2. Aha, A bərabərdir 7 üstə gələk 2. Bu da eləyəcək 9. S də bərabərdir 5 üstə gələk 7 üstə gələk 9. Aha. İndi üçüncü dövrümə baxıram. I bərabərdir 3. Deməli, A bərabər olacaqdır 9-un üstünə 2, 11.
S bərabər olacaq 5 üstə gələk 7 üstə gələk 9 üstə gələk 11. Aha. Keçirəm 4-cü dövrümə. I bərabərdir 4. Burada yekunlaşacağım. 11-in üstünə 2. 13. S də bərabərdir 5 üstə gələk 7 üstə gələk 9 üstə gələk 11 üstə gələk 13. 1, 2, 3, 4, 5. Baxın, mən N4-dən girdim. Amma 5 dənə rəqəmin toplanmasından çıxdım. Deməli, burada və bu ədədi silsilədir. Çünki 2, 2 eyni ədədlə artır. Yəni, riyaziyyatdan bilənlər bilir bunu. Deməli, ədədi silsilənin ilk n həddinin cəmi. Əgər burada mən 4 dənə ədədimi toplasaydım, bəli, ilk 4 ədədin cəmi olardı. Ədədi silsilənin ilk k həddinin cəmini tapmaq. K həddi yoxdur, axı bizdə n qədər həddin cəmi olacaq. Ədədi silsilənin k-cı elementini tapmaq, xeyr, bizdə cəmləmə tapdıq. Yəni, hansısa bir ədədi tapmadıq. Ədədi silsilənin n çıxaq bir həddinin cəmi. Əgər bunu götürsəydik, 3 dənə ədədin toplanmasını tapardıq. Biz 5 dənə ədəd, 4 ilə girib 5 ədədin toplanmasından çıxdıqsa, deməli, n-in bir vahid artdı. Aha, deyəcək. Digər sualın cavabına baxaq. Yenə burada da təyinatdır 8-də. Baxaq görək bizdən nə istəyir. Deməli, bu da modifikasiyalı dövrdür. Modifikasiyalı dövrdə 1-dən 12-yə o deməkdir ki, i bir dəfə 1 olacaq. Bunu batalda 2 bütün ədədləri alacaq. Deməli, nəsə başına hava gəldi. i1 yenə modifikasiyalı dövrdür. i1, 2, 3 ta ki 12-yə qiymət alacaqdır. Bu nə deməkdir? Bu isə, bax, bu mənim Python-dakı forumdur. Bu isə inputumdur. Yəni, input nə edirdi? Int input. İstənilən ədədi daxil edirdi. Bax, bu ümumiyyətlə paralelogramın içində x gördünüzsə, bilin ki, o ədəd eyni ədəd qalmaya bilər. Yəni, sən özün daxil edəcəksən. Hər dəfə dövrə girəndə x-ə istədiyin ədədi özün daxil edəcəksən. Deməli, x-ım neçədir? 1-dir. 1 deyil əslində. Bu, i 1-dən 12-yə istədiyimiz ədəddir. Yəni, i-nin addımlarımızdır daha doğrusu. X-a istədiyimiz ədədi verəcək. Deməli, 12 dəfə x-a nə verəcək? İstədiyimiz ədədi verəcək. Deməli, bir dəfə bu mod nədir? Şərtimdir. Deməli, x mod. Mod bizdə nə idi? Mod, yəni ki, qalıqlı. Yəni, demək istəyir ki, x-in 2-yə bölünməsindən alınan ədəd qalıq, yəni 0-a bərabərdirmi? Nə zaman ədəd 2-yə bölünəndə qalıq 0 eləyir? Ancaq, demək, 2-yə bölünən ədəd olanda, yəni qalıq 0 eləyir. Deməli, istənilən ədədi daxil edirəm, gətirirəm burada həmən ədədə yoxlayıram. Görüm o ədəd qalıqsızmı 2-yə bölünür? Əgər qalıqsız bölünürsə, mən o ədədləri cəmləyirəm. Bax, görürsünüz, hə qolu var. Deməli, nə edəcəm? S, yəni 0 üstə gələk x. Tutaq ki, mən x-a bir dənə 5 vermişəm. 5 ilə daxil ola bilirəm? Xeyr, daxil ola bilmirəm. Yəni, yoxlayıram, şərtim nə qarır? Ödəmir. Ona görə təzədən dövrə girməliyəm. Əslində, burada belə bir şey olmalıdır. Buradan gəlirəm bura, ödəmədiyi üçün. Bir də x-a qiymət verirəm. X-a tutalım ki, 4 verdim. Gəlirəm, yoxlayıram. 4-ü 2-yə böləndə qalıq 0 eləyirmi? Bəli. Onda nə qarıram? Cəmləyirəm. Aha. Gəlirəm yenə bir daha. i ola. Bu i1 idi, bu i2 idi. İndi i bərabər 3 olanda. Tutalım ki, x-a yenə qiymət verməliyəm. Verirəm, tutalım ki, 8. Yenə 8 2-yə bölündə qalıq 0 elədiyi üçün bu cəmləməmi yerinə yetirə bilirəm. Bax, görürsünüzmü? Gəl cavablara baxaq görək bizdən nə istəyir cavablarda. Deyir ki, ixtiyarı n natural ədədin cəminin tapılmasının. İxtiyarı n natural ədəd deyil axı, bizə 12 dənə ədədi veribdir. Mən istədiyim qədər ədəd daxil edə bilmərəm. 12 dənə ədəddən sonra dövrüm qutaracaq və mən çıxacaq. İxtiyarı 12 ədədin cəminin tapılması. İxtiyarı 12 ədəd o vaxt olardı ki,
şərt olmazdı, sadəcə cəmləmə olardı. Amma məndə şərt var axı, hamısını cəmləyənmədim. Gördünüz, 5-i cəmləyənmədim. Deməli, ixtiyari 12 ədədin içərisindən cüt ədədlərin cəminin tapılması. Bəli, cüt ədədlərin cəminin tapılmasıdır. Gördünüz, ancaq cütləri mən topladım. Bu 12 ədədlərin arasında, içərisində yalnızca cüt olanları mən topladım. Bəli, cavab C bəndidir. Alqoritm fraqmentin təyinatını müəyyən edin. S bərabərdir 0, I bərabərdir 1-dən N-ə. Deməli, yenə N-ə mən bir hansısa bir ədəd verirəm. Yenə 1-dən 3-ə kimi addımlayacaq. Yəni, N-ə 5 versəm, 5-ə qədər addımlayacaqdır. Yenə mən istədiyim bir ədədi daxil edirəm. Bura tutalım ki, bir dənə 4 daxil etdim. Ancaq burada görürsünüz, şərtsiz, şürtsüz deyil, elə topla. S neçədir? S-im 0-dır. 0 üstə gələk x. Aha, x-im da, yox, bu 4 olmalıdır. X-im 4. Gətirəm, 4-ümü qoydum. Yuxarı qalxıram, yenə i biyəxları 1 idi, indi i 2-dir. Gəlirəm aşağı. İstədiyim bir ədədi verirəm. Tam ki 5 verdim. İndi yenə deyir topla. Topladım. Qalxıram yuxarı, i 3-dür. Gəlirəm bir dənə 9 verirəm. Aha. Yenə toplayıram və ta ki nə zamana qədər davam edəcək? N-ə qədər. Deməli, 3 vermişəmsə N-ə, 3 dənə də ədədi nə vardı? Topladı. Və sonda nə edir? N-in topladığını həmən N-ə bölür. Yəni, həmən ədədə bölür. Deməli, neçə vermişəm? 3. Baxın, 3 dənə ədədi cəmləyir, 3-ə də bölür. Bu nə deməkdir? Bunu riyaziyyatdan biz bilirik ki, bu ədədin ədəd ortası ədədlərin ümumi ədəd ortasının tapılmasıdır. Deməli, hamısını cəmləyirəm, 3-ə bölürəm. İxtiyari n ədədin, bəli, ixtiyari n ədəd deyə bilər, çünki n ədədim. Cəmini hesablamaq deyil. Mən hamısını hesablasaydım, təkcə bu olsaydı, yəni eləcə S-i cavabda istəsəydi, hə. Amma indi S istəmir, axı S böl N istəyir. İxtiyari N ədədin ədəd ortasını tapmaq üçün, bəli, bu ədəd ortadır. Ümumiyyətcə, bunu riyaziyyatdan biz bilirik ki, ədədi orta ədədləri cəmləyir, sayına bölür. Yəni, bu ədədi ortanın bir qaydasıdır. Keçdik 10-cu suala. Deməli, yenə N istədiyimiz bir ədədi verib, tutalım ki, bir dənə 5 verək. S-i də bərabər eləyək 5-ə. I isə 1-dən 9-a qədərdirsə, deməli 9 dəfə dövrə girəcəkdir, modifikasiyalı dövrdür. N bərabərdir, N üstə gələk 1, N-im neçədir? 5-dir. 5-in üstünə 1 gəldim, elədi 6. S isə bunların cəmlənməsidir. S-im neçə idi? 5 üstə gələk N, yəni 6. Aha, getdim yuxarı. I 1 idi, qutardım, I 2-dir. Yəni, ikinci dövrümdəyəm. Mən bura qədər yoxlayacam, bəsdir. İndi N-in üstünə yenə bir vahid artırıram, olur 7. Bu isə onun ağardır, topladı. Yenə də üstünə bunu gəldi. Yenə yuxarı qalxıram, I 3-dür. Bu olacaq 8, bu olacaqdır. Üstə gələk 8. Aha. Deməli, fikir verirsinizmi? Bir-bir artır. Amma necə artdı? Mən 3 dənə dövrə girdim, 4 dənə də topladı. Aha. 4 ilə girsəydim, bu olardı 9, burada da olardı 9. Gəlin cavablara baxaq. Sonda məndən bunu istəyir. Deməli, mən 4 dənə dövrü yoxladım, amma bu məndə 5 dənə ardıcıl ədədi nə vardı? Topladı. İxtiyari 10 ədədin cəmini tapmaq üçün ixtiyari 9 ədədin cəmini tapmaq, ixtiyari 10 ardıcıl ədədin cəmini tapmaq. Baxın, ixtiyari 10 ədədin cəmi olsaydı, mən burada ardıcıl olmaz. Məsələn, biri 5 olardı, biri 9 olardı, biri 18 olardı. Amma görürsünüz, ardıcıllıq var burada. Ona görə ixtiyari 10 ardıcıl ədədin cəmini tapmaq. Bax, 9 dəfə dövrə girəcəkdir. Amma 10 dənə ədədi toplayacaqdır. Çünki S-im 0-dan başlamayıbdır. S-im birbaşa bir dənə ədədlə başlayıbdır. Bir dənə ədədlə əlavə başlayanda sanki 5 dəfə yəni ədəd olur. Yəni dövrdən bir vahid çox olur. Deməli, burada da ixtiyari 10 ardıcıl ədədin cəmini tapmaq olacaqdır. 9 ardıcıl ədədin cəmini tapmaq üçün deyil. Keçdik 11-ci tapşırığa.
Benim baxaq burada. Deyir ki, fraqmentin bundan eləyək. Alqoritm fraqmentin təyinatını müəyyən edin. Bunlar hamısı təyinatdır. Yenə S0'dır. Demək, burada görürsünüz S0'dır. Burada n. Bir dənə n daxil edirəm. Tutalım ki, bir dənə 3 daxil etdim. i3-dən 3-də gələk 4, 7-yə qədər. Deməli, i-ni hansı qiymətlər alacaq? 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5 dəfə dövrə girəcək. Mən i-ni 5 versəydim, 5-in üstündə 9. Yenə, yəni eyni ədəd, eyni bir mərhələ baş tutacaqdır. İndi baxın, s bərabərdir s, yəni 0, üstə gələk i. İndi bunlar bu ədədləri neyniyəcəkdir? Fikir verirsinizmi? Toplayacaq. Bir dəfə 3 toplayacaq. Sonra i3 olandan qutardı. İndi i4'dür. Gələcək aşağıda bunun üstünə 4'ü gələcək. Sonra i5 olanda gələcək 5'i. i6 olanda gələcəkdir 6'nı. i7 olanda gələcəkdir 7'ni. Deməli, neynədir? 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Bax, S0'la başladığı üçün 5 dənə ədədin cəmini tapdı. Gəlin, baxaq görək bizdə burada cavablarda nə deyir? Sonda cəmi istəyir. N ardıcıl ədədin 3, 4, 5, bəli, burada da ardıcıllıq var. N ardıcıl ədədin cəmini tapmaq. Biz N-ə neçə vermişik? 3. Bu demək deyir ki, 3 ardıcıl ədədin cəmini tapmaq. Amma elə deyil axı. Deməli, A bəndi deyil. İxtiyarı n ədədin cəmini tapmaq. İxtiyarı n ədəd deyil. Bax, fikir verirsinizmi? İxtiyarı ədəd deyil, ardıcıllıq var. Buna görə bu da deyil. İxtiyarı ardıcıl 4 ədədin. 1, 2, 3, 4 xeyr. Bu da 5 ədəd olmalıydı. İxtiyarı ardıcıl 5 ədədin cəmini tapmaq üçün, bəli, ixtiyarı ardıcıl niyə deyir? Ona görə ki, biz burada n-ə istədiyimiz hansı ədədi versək, ondan sonra ardıcıllığı götürəcək. Məsələn, mən bura 9 versəydim, 9-dan sonraki 5 ədədin ardıcıllığını götürərdi. Ona görə ixtiyarı 5 ardıcıl ədəd deyir. Burada da cavab D-bəndir. Keçək 12-yə. A2-dir, K2, S bərabərdir yenə də A-ya, yəni 2-yə. I1-dən N-ə qədər, yəni 1, 2, 3, 4 və s. N. Mən N-ə burada bir dənə 4 verim, yoxlayaq. A bərabərdir, A vuraq, K. Bu da bərabərdir. A neçədir? 2 vuraq, 2. Elədir, 4. S də bərabərdir. A-mız neçə idi? 2. Üstə gələk, A. A neçədir? 4. Məndən sonda təyinatı istəyir. O da yəqin ki, S istəyər sonda. Keçirəm, bu birinci dövrümdür. Keçirəm ikinci dövrümə. I bərabərdir 2 olanda A bərabərdir. A neçəydir? 4 vuraq K. K neçədir? 2. S də bərabərdir. S yenə. Köhnə S-im neçədir? 2 üstə gələk 4, üstə gələk 8. Deməli, hər dəfə K qədər artacaq. Bu ədədi silsilə olacaqdır. Ədədi silsilənin ilk n həddinin cəmini tapmaq. Burada da n üstə gələk 1 olacaq. Bilirsiniz niyə? Çünki S-im gözü sıfırdan başlanmıyıbdır. S-in bir vahid özü veribdir. Bir dənə özü verib. Sonraki ədədləri cəmli. Bax, görürsünüz, mən 2 dəfə dövrə girmişəm. 2 dəfə dövrə girmişəm. Amma 3 dənə ədədi toplamışam. Fikir verirsiniz. Ona görə burada ədədi silsilənin n həddinin cəmi yox, ədədi ardıcıllığın ilk n plus, ədədi silsilənin ilk n plus 1 həddinin cəmini tapmaq üçün. Bu da D bəndi. Baxın. Keçək, deməli neçəyə? 13-ə. Burada bir dəqiqə vurma olduğu üçün bu ədədi silsilə olmayacaq. Axı, bu həndəsi silsilə olacaqdır. Həndəsi silsilənin ilk n plus 1 həddinin cəmi olacaqdır. Burada Y bəndidir. Çaşdım mən ədədi yox, həndəsi vurma var axı burada. Vurma olduğu üçün həndəsi silsilə olacaqdır. Bax, burada deyəsən bir dənə ədədi silsilə var idi.
Aha, baxın, ədədi silsilədə fikir verirsinizmi? Bax, ədədi silsilədə toplama olur. Mühəndəsi silsilədə vurma olur. Görürsünüz? Aha, keçək neçəyə? 13-ə. Deyir ki, yenə div mod, div bilirsiniz də nədir? Div 2 dənə belə, yəni tam ədədi bölmədir. A-nın 2-yə bölünməsindən alınan tam ədədi. Məsələn, 4-ü 2-yə böləndə 2 alınır, tam ədəd istəyir. 5-i 2-yə böləndə tam ədədim neçə olacaqdır? Yenə 2 olacaq. Yəni qalığı yox, tam ədəd istəyir. Div odur, mod isə qalığı istəyir. Yenə bu da modifikasiyalı dövrdür. Və bizdən nə istəyir? Bir dənə istədiyimiz ədəd daxil edirik. Məsəl üçün 5. Gəlirəm bura. I bərabərdir 2-yə və 2-dən nə vaxta qədər davam edəcəkdir? Mən bura gəlin ardıcılığı qorumaq üçün təkcə 2 qalmasında bura biraz böyük rəqəm verək. Deməli, bura bir dənə böyük rəqəm verək. 5 yox. Verək tutalım ki 10. O demək ki 10-un 2-yə bölünməsindən alınan tam ədəd. O da eləyəcək 5. Deməli 2-dən 5-ə qədər ardıcıl. O da eləyəcək nə? 2, 3, 4, 5. Deməli 1, 2, 3, 4 dəfə dövrə girəcəkdir. Gəlirəm bura, yoxlayıram. Yəni 10. Mod nə idi? Qalıq. Yəni ki, qalığı istəyir. Onu deyir. Birinci i'miz neçədir? 2-dir. 2-yə böləndə qalıq 0 eləyirmi? Deyirəm ki, bəli. Onda gəlirəm, i'ni çap edirəm. Baxın, görün məndən nə istəyir? İndi fikir verin. İkinciyə baxıram. i olacaqdır 3. Yenə onu deyir. 3-ə böləndə qalıq 0 eləyirmi? Deyirəm false. True, false eləyək. False. Deyirəm yox. Onda kimi çap edə bilmirəm. Görürsünüz, məni birbaşa qaytarır şərtə. Şərt deyəndə, yəni modifikasiyalı dövrümə. İndi i olacaqdır 4. Onu 4-ə böləndə qalıq 0 eləyirmi? Deyəcəm ki, yox. False. Yenə çap edə bilməyəcəkdir. İndi i 5-dir. Onu 5-ə böləndə, bəli, qalıq 0 eləyir. Deməli, 5-i də çap edəcək. İndi bizdən nə istəyir? İxtiyarı 1, 2, 3, 4. Deməli, 4 dənə ədədin, ardıcıl ədədin içərisindən demək, A ədədin bölənlərini, A ədədin vuruqlarını, A ədədin kiçik ədədləri, A ədədin bölənlərini və qalıqlarını, A ədədin sadə və mürəkkəb ədəd olmasını. Baxaq görək. 2 və 5. A ədədimiz neçə idi? Yoxlayaq, bizdən nə istəyir? A ədədimiz 10-dur. Deməli, A ədədinin, hara getdi o? A ədədinin, görürsünüzmü, bölənləridir 2 ilə 5. Deməli, A ədədinin bölənlərini istəyir. A ədədinin bölənlərini istəyir. Və qalıqlarını istəmir. Görürsünüz, qalıqı istəsəydi, bir dənə də qalıq çap olunardı. Sadə və mürəkkəb ədəd olmasını da istəmir. Ədədin vuruqları, onun vuruqları A ədədinin vuruqlarını, A ədədinin bölənləridir. Keçdi 14-ə. Deməli, burada 13, 14. Bizdən nə istəyir? Algoritm fraqmentinin təyinatını müəyyən edin. Deməli, yenə modifikasiyalı dövrdür 1-dən n-ə qədər. 1, 2, 3, 4 və n. Gəlirəm burada s bərabərdir. S, yəni 0 üstə gələk i. Bir dəfə i 1-dir. Gətirirəm, baxın, fikir verin. Neyniyir? Oxuyan kimi adam artıq bilir ki, nə istəyir bizdən. Hər dəfə i-yə girəcək və burada cəmləyəcəkdir. Bir dəfə biri cəmləyəcək. Mən deyək ki, n-mə bir dənə 4 verirəm.
olacaqdır 1, 2, 3, 4. 4-də də bitəcəkdir. Gəlin görək hamısını cəmləyirmi? Bəli. Bir dəfə gələcək 2-ni cəmləyəcək, bir dəfə 3-ü, bir dəfə də 4-ü. Əlavə nəsə cəmlədi? Xeyr. Baxın, burada S-imə başqa bir ədəd versəydi, mən onu deyərdim ki, n üstə gələk 1. Ancaq məndə n-ə qədər elədi. Düzdürmü? 1-dən n-ə kimi ədədlərin cəminin hesablanması. Həqiqətən də 1-dən n-ə kimi ədədləri cəmlədi. Keçdim 15-ə. Alqoritm fraqmentin təyinatını müəyyən edin. S bərabərdir 1, yenə i-yə bir dənə özümdən ədəd verirəm. Belə n-ə. N-i tutaq götürürəm. Yenə 4, 1, 2, 3, 4. Yəni burada əslində n-ə qədər davam edir, amma mən özümdən bir dənə 4 verirəm. İndi gəlin görək nə edir? S, yəni 1. Ümumiyyətcə yadınızda qalsın ki, cəmləmə olanda çox vaxtı deyim də həmişə yox, çox vaxtı bura S 0 olur. Amma hasil olanda 0 olmur. Çünki 0 olsa heç bir nəticə əldə etməyəcək, sadəcə 0 alır. Axı istənilən istəyir 5 dənə ədəd olsun. Burada bircə dənə 0 olsa hasil 0 olur. Buna görə S1 ilə başlayır. Vuraq nəyə? İ-yə. İ'miz baxın. İndi isə fikir versizmi? Hər dəfə bu ədədləri nə edəcəkdir? Vuracaq. Bir dəfə 1-ə vuracaq, olacaq 1. Sonra i2 olanda vuracaq 2-yə, i3 olanda vuracaq 3-ə, i4 olanda vuracaq 4-ə və mən bitdi. Görürsünüz 1, 2, 3, 4. Deməli, nədir? 1-dən n-ə kimi n-də daxil olmaq ədədlərin cəmi deyil. Demək, 1-dən n-ə kimi n-də daxil olmaqla ədədlərin hasilini tapır. Həqiqətən də 1-dən 4-ə kimi ədədlərin hasilini tapdı. Keçək 16-yə. Alqoritm fraqmentin təyinatını müəyyən edin. Yenə burada bizə modifikasiyalı dövr verir və div nə edirdi? Qalıq 2-yə tam bölünən ədədlər. 2-yə bölünən ədədlərin qalığını istəyir. Ədədin daha doğrusu. A-ya deyək ki, mən yenə 9 lap verim. Yox, qalıq nədir? Çaşdım. Özürlü sayın. Div tam bölməni istəyir. Deməli, yenə A-ya mən verəcəm, deyək ki, 9. I bərabər 2-dən, 9 böl 2-dən alınan tam ədədim. 4 dəfə 2, 8, qalıq 1 olsa da mən qalığı götürmürəm, özünü götürürəm. Deməli, I 2-dən 4-ə. Deməli, I-nin qiyməti 2, 3, 4. 3 dəfə dövrə girəcəkdir. İndi baxın, şərtim var burada. Mən bundan qatdım, bunu baxın. A mud, yəni mud da nədir? Qalıq I bərabərdirmi 0-a? Deyir ki, sən daxil etdiyin ədəd, yəni 9. Buradan hər dəfə dövrdən götürdüyü ədəddən, yəni 2-dən, sonra 3-dən, yəni deyir, bölünəndə qalıq 0 eləyirmi? Yəni tam bölünürmü? Deyirəm ki, yox. Bax, yox deyib bura gəlməlidir. Yox deyirəmsə, deməli mən heç bir şey edə bilmirəm. Yəni aşağı düşüb cəmləməmi edə bilmirəm. Deməli, nə zaman cəmləməmi edəcəm? Tam bölünəndə. Deməli, 9 2-yə bölünürmü? Yox. Sonra 9 bölünürmü 3-ə? Deyəcəm ki, hə, true. True. Yəni, səliqəli eləyək. 3-ə bölünəndə deyəcəm ki, true. Aha. Deməli, düşəcəm aşağı. Onda nə qalacaqdır? N bərabərdir 1. Yəni 0 üstə gələk 1. O da eləyir 1. Deməli, fikir verdinizmi? Bir dənə mənim 9-u 3-ə bölünür. Bircə dənə ədədim var. Bax, 4 ilə də gələndə 9-u 4-ə böləndə yenə false alacaq. Yəni, nəticə əldə etməyəcək. Deməli, nə vardı? Gəlin, indi variantlara baxaq. A ədədinin bölünənlərini, xeyr. A ədədinin vuruqlarını, xeyr. A ədədinin bölənlərinin sayını və A ədədinin bölənlərinin tam bölənlərinin sayını istədi. Bəli. Burada say istəyir. Fikir verdinizmi? Say istədi. Ona görə ki, sayırdı burada. Əgər mən burada 2 dənə ədəd gələ düşə bilsəydim, məsələn, burada deyək ki, 9 yox 18 olsaydı, 4, 5, yəni hardasa tutaq ki, bir 6 da bölünmüş olsaydı, onu da sayardı və burada sadəcə sayını götürəcəkdi, özünü cəmləməyəcəkdi. Ona görə A ədədin bölənlərinin
sayını tapın. Bu da C bəndi. 17-yə. Alqoritm fraqmentinin təyinatını müəyyən edin. Yenə modifikasiyalı dövrdür. N-ə bir dənə 3 verirəm. I bərabərdir 1, 2, 3. Yəni əslində N-ə qədərdir. Amma mən özümdən bir dənə dövrümü azaltmaq üçün N-ə 3 verirəm. Yenə burada S-im 1-dir. Vururam I-yə. Yəni bir dəfə 1-ə vururam. Sonra M-i neynirəm? M 0-ın üstünə S. Bunu da 1 elədi. İkinci səfər girə I1 getdi. İndi ikinci səfər dövrə girirəm. İkinci dövr. Deməli, S bərabərdir 1 vuraq 2. M bərabərdir. Demək, M-im neçə idi? 1 üstə gələk 2. Üçüncü dövrümə girək. Deməli, I artıq 3-dür. S bərabərdir. Köhnə S-im 1 vuraq 2 vuraq. 1 vuraq, 2 vuraq, aha 3, o da eləyəcək 6. M də bərabər olacaqdır. Bunun üstünə, yəni 1 üstə gələk 2, üstə gələk 6. 3, 6, aha. 1 üstə gələk 2, üstə gələk 6. Gəlin təyinatına bax, sonda məndən çünki bunu istəyir. Deməli, neynədir? Vurdu bir dəfə 1-ə. Bir dəfə 2-yə, bir dəfə 3-ə və onları neynədir? Cəmlədi. Birdən N-ə kimi, bəli 3 dənə ədəddir, 3 dənə dövrdür. Kimi ədədlərin cəminin hesablanması xeyr. Birdən N-ə kimi ədədin cəmi hesablansaydı, bir üstünə 2, üstünə 3 gələrdi. Amma məndə neçə elədi? Üstünə 6 gəldi. Birdən N-ə kimi ədədlərin hasilinin hesablanması. Əgər elə olsaydı, 1 vur, 2 vur, 3-ün hasili olardı. Cavab eləcə 6 olardı. Amma bizim cavabımız 9 olacaq. Birdən N-ə kimi ədədlərin kvadratları cəmi xeyr. Bu da kvadrat cəmi deyil. Demək, aha. Birdən N-ə kimi ədədlərin faktorialları cəmi. Aha, fikir verirsinizmi? Faktorial var burada. Bir dəfə 1-i 1-ə vurub, bu 1 faktorialdır. Bir dəfə 1-i 2-yə vurub, bu 2 faktorialdır. Bir dəfə də burada 1 yazmamışam. 1 vur, 2 vur, 3. Bu da 3 faktorialdır. Və sonda onları cəmləyibdir əslində. Deməli, burada cavab D bəndidir. Yenə də Y bəndində kvadrat deyil. Görürsünüz, heç birini kvadratda yüksəltməyibdir. Keçdik 18-ə. Yenə M bərabərdir 0, 1-dən N-ə kimi. Yenə N-imi bir dənə 3 götürürəm. 1-dən deməli, I də bərabərdir. Bir dəfə 1, bir dəfə 2, bir dəfə 3. Əslində N-ə kimi. S bərabərdir. Baxın, hər dəfə girib, bax, bunları neynir? I-ni kvadrata yüksəldir. Oy. Vurur I-yə. Bu da bərabərdir. Bir dəfə I bərabərdir 1. 1-i vurub 1-ə eləyir 1. Sonra neynir? Cəmləyir. Baxın, M0-dır, üstünə S1. Deməli, kvadratlarını neynəyəcək? Cəmləyəcək. Yəni, lap ikinci dəfəyə də baxaq. I bərabərdir 2 olanda S bərabərdir 2 vur 2. O da eləyir 2-nin kvadratı. Bax, bu 1-in kvadratı olsun. M də bərabərdir 1-in kvadratı, üstə gələk 2-nin kvadratı. Üçüncüyə baxaq. I bərabər 3 olanda S bərabərdir 3 vur 3-ün, o da eləyəcək 3-ün kvadratı. M də bərabərdir M, yəni köhnə M-in budur. Üstünə də S-i gələndə 3-ün kvadratı. Bax, görürsünüzmü, heç N-ə qədər çox getməyə ehtiyac yoxdur. Birdən 3 ədədlə daxil oldum, 3 dənə ədədin kvadratını yüksəltdi. Deməli, cəm deyil, hasil deyil, N-ə kimi ədədlərin kvadratları cəmi. Baxın, budur. Birdən N-ə kimi ədədlərin kvadratları cəmi. Bəli. Keçək 19-a. Alqoritm fraqmentinin təyinatını müəyyən edin. Yenə birdən N-ə kimi modifikasiyalı dövrdür. 1, 2, 3 və s. Mən N-imi təxminən 3 götürürəm. Baxın, hər dəfə deməli, 3 dəfə dövrə girəcəmsə, 3 dənə ədəd verəcəm özümdən. İstəyirsiniz bunun təyinatını bilmək üçün N-i biraz böyük götürək. Daha dəqiq təyinatı tapa bilmək üçün. Dövrə biraz çox girək. Deyək ki, 5 verirəm. 3, 4, 5 və N. İndi gəlirəm. Bir dənə özümdən ədəd verdim 3. Deyirəm 3 böyükdür 0-dan.
Deyirəm ki, bəli, true. Bu birinci dövrümdür. I bərabərdir 1. Gəlirəm, S bərabərdir. S-im neçə idi? 0. 0-ın üstünə x. Deməli, müsbət ədədi hardasa mən elə başa düşdüm ki, müsbət ədədləri cəmləyəcəkdir. M-im isə sayacaqdır. Bax, 1 oldu. Keçdim ikinci, I bərabərdir 2-yə. İndi baxıram, özümdən x dedim, ax bayaqları input rolundadır. Yəni, ixtiyarı özüm bir ədəd verirəm. Məsələn, bir dənə -5 verirəm. Deyirəm, -5 böyükdür mü 0-dan? Deyirəm ki, yox. Onu cəmləməmi yerinə yetirə bilmirəm. Deməli, qalxıram yuxarı. Dördüncü, yox, üçüncü. Üçüncü dövrümdədir. Aha. Üçüncü dövrüm. Bir dəqiqə. Nəsə vaxtlığı var yəqin. Dəfə də eləyək. Şu. Aha. Getirək. Düzəldi deyəsən. Aha, düzəldi. Demək, üçüncü dövrüm. Deməli, S-ə bir dənə, X-ə bir dənə 5 verək. Gəlirəm, 5 böyütdüm 0-dan. Deyirəm ki, bəli. Zaman deyir ki, cəmlə. S-im neçə idi? S-im neçə idi? 3 idi. 3-ün üstünə indi 5 gəlirəm. Və M-im də əvvəl 1 idi, olacaq 2. İndi fikir versinizmi? Yəni, müsbət ədədləri burada cəmləyir və sayır və sonda dövrdən çıxandan sonra həmin bu müsbət ədədləri bölür onun sayına, yəni ədədi ortasını tapır. Gəlin, baxaq görək bizdən nə istəyir. İxtiyar n ədədi ortası, n ədədin ədədi ortası. Xeyr, ixtiyarı n ədəd deyil. Mən mənfi ilə girə bilmədim, daxil ola bilmədim. Ona görə o deyil. İxtiyar n ədədin müsbət olanlarının ədədi ortası. Təkcə müsbət olanı deyil, bərabər 0 olanı da götürəcəkdir. Çünki, baxın, burada məsələn, mən x-a 0 versəydim, yenə qəbul olur. X böyük 0-a bərabərdirmi? 0 0-dan böyükdürmü? Yox. Deyəcəkdir. Deməli, müsbət olanların ədədi ortası, bəli, müsbət olanların ədədi ortasıdır. Çünki 0-la daxil ola bilmir. Əgər 0-la daxil ola bilsəydi, mənfi olmayan götürərdik. Ona görə deməli, burada ixtiyarı müsbət olan ədədlər olacaq. Keçək 19-20-yə. Bir dənə də elə bir ədəd var idi. Ona görə elə bir də modu, bax, bu olacaqdı o. Aha. Yenə burada da təyinatdır. İ'ni 3-ə qədər götürəcəm. 1, 2, 3, n. Deməli, bir dənə istədiyim ədədi verirəm. Bir dəfə 5. 5 böyükdür 0-dan deyəcəm ki, hə. Baxın, böyükdürsə bu səfər cəmləyə bilmir. Fikir versiniz? Deməli, çıxıram. İndi i'ni bərabər edirəm 2-yə. i bərabər, bunu qoy silim. Aha. Bu nə idi? 5-ə ədədim idi. Burada i bərabərdir 1. İndi i bərabərdir 2. İndi bir dənə ədəd daxil edirəm. Deyək ki, -3. Gəldirəm bura. -3 böyükdür 0-dan deyirəm ki, yox. Yox dediyim üçün, baxın, cəmləməm gerçəkləşir. Deməli, nə vardı? 0-ın üstünə -3'ü gəldi.
M isə artırdı bir vahid. İndi i bərabərdir 3. Bu səfər mən x-ə 0 verəcəm. Gəlin, 0 böyükdür 0-dan. Deyirəm ki, yox. Burada x-in qiymətlərini yazım. Aha, deyirəm ki, yox, bərabər deyil. Onda gəlir, yenə də cəmləyir. S bərabərdir əvvəlki S-in mənfi 3 üstə gəl 0 və M də bərabərdir 2. M-in 1 idi, üstünə 1 gəldim 2. Və dövrüm bitdi. Mən 3 dəfə dövrə girirəm. Neynədir? Deməli, müsbət ədədi toplaya bilmədi, saya da bilmədi. Amma mənfi ədədi saydı, bir də 0-ı saydı. Və sonra onu böldü. Deməli, mənfi 3-ü böldü sayına 2-yə. Gəlin görək bizdən nə istəyir? Deyir, ixtiyar n ədədin ədədi ortası. Xeyr, yenə deyirəm, şərt varsa, ixtiyar n ədədi götürə bilmərik. İxtiyar n ədədin müsbət olanların ədədi ortası. Xeyr, heç müsbətlə ümumiyyətcə düşə bilmərik. İxtiyar n ədədin mənfi olanların ədədi ortası. Əgər təkcə mənfi olsaydı, mən sıfırla, yəni şərtimi sıfırla yox deyib cəmləməmi eləyə bilməzdim. İxtiyarı n çıx bir ədədin ədədi ortası olsaydı, yəni bu da deyil. Çünki mən əgər 3 dənə müsbət ədəd versəydim, heç birində cəmləməmi yerinə yetirənməzdim. İxtiyari n ədədin müsbət olmayanların ədədi ortası. Bəli, əgər sıfırla da daxil ola bilirəmsə, mən təkcə mənfini götürə bilmərəm. Onda müsbət olmayanları götürəcəm. Yəni, bu barədə diqqətli olun. Çünki çox vaxtı mənfi olanları götürürlər. Amma mənfi ilə təkcə düşsəydim, mən sıfırı saymazdım. Da, burada görürsünüz, nağdı sıfır cəmlənməsə belə, amma say artırdı. Yəni, mən bircə dənə ədədim var, amma 2 dənə ədədə bölüdür. Ona görə ki, sıfırı götürür. Keçdik 21-ə. Alqoritm fraqmentin təyinatını müəyyən edin. S bərabərdir 1, M də bərabərdir 0. Yenə i modifikasiyalı dövrdür. 1-dən, deyək ki, 2-yə, 3-ə, n. N-ə mən həmişə 3 verirəm, bəs eləyir. Yəni, əgər tapa bilməsəniz, dövrümüzün sayını artıra bilərsiniz. Deməli, x-ə isə mən deyək ki, özümdən yenə bir ədəd verdim, 5. İndi baxın, 5 böyükdür 0, deyirəm ki, bəli, onda S olacaqdır. Nə? Müsbət ədədləri vuracaqdır. Bax, 1 vuraq 5. Çıxıram. İndi baxın, mən burada yox var deyə mən hər birini yoxlayacağım. İndi baxın, i1 getdi. İndi i bərabər 2 ilə yoxlayacağım. Yəni, bu birinci dövrümdür, bu da ikinci dövrümdür. Aha. Yenə özümdən bir dənə ədəd verəcəm, yenə mənfi 3 verəcəm. Mənfi 3 böyükdür 0-dan. Deyəcəm ki, yox. Yox dediyim üçün nə varacam? Sayacam. Deməli, mənfi ədədləri sayır. 0-ın üstünə 1, 1. Müsbət ədədləri vurur. İndi baxın, bir dənə də i yenə 3 olanda x-imə 0 verəcəm. 0 böyükdür 0-dan. Yox. Deməli, m-imi yenə artırdı. Və sonda neynədir? İstəyirsiniz, lap bir dəfə də girək dövrə, amma yəni bununla da tapmaq olur. Deyək ki, i bərabər 4 onda bir dənə müsbət ədəd 6 verək, 6. 6 böyükdür 0-dan, bəli, S-im olacaqdır. 5 vuraq 6, vəssalam. Deməli, neynədir? Müsbət ədədləri vurdu, mənfi, müsbət olmayan, çünki sıfırda da burada nə vardı? Sayını artırdı. Müsbət olmayanların saydı. Deməli, ixtiyar n ədədin cəmi deyil, ixtiyar n ədədin müsbət olanların hasili, bəli, mənfi olanların sayı deyil. Xeyr, çünki burada sıfırı da saydı. İxtiyar n ədədin müsbət olanların hasili, müsbət olmayanların sayını, bəli. Baxın, burada C bəndi. Müsbət olmayanları neynədir? Saydı. Aha, bu tipdə misallarda siz mütləq deyir ki, aşağıdakı müsbətlər verilmişdir. Aha, baxın, F5-dir. Deməli, E-nin yerində 5-dir. Mən gətirib birinci mütləq burada yoxlayacağım. 5 böyük bərabərdir 2-dən. Deyəcəm ki, bəli, true. Hə dediyim üçün, bax, buranı yoxlayacağım. Əslində bunu istəyirəm kəsəm. Biraz bu uzun olacaqdır. Ona görə bunu kəsib ayrıca eləmək istəyirəm.
Aha. Uzun biraz keçəcəkdir. Deməli nə idi? Bu mənim elə bir ki, iç-içə funksiyam kimi f5 gətirəm 5-lə yoxlayıram. 5 böyük bərabərdir 2-yə. Deyirəm ki, hə, dur. Hə deyəndə qabağındakını yerinə yetir. Birinci buranı yoxlayırıq, sonra bura gedirik. İndi gəlirəm yoxlayıram. F5 çıxaq 1 vuraq 2 üstə gələk 1. O da bərabərdir. F4 vuraq 2 üstə gələk 1. Baxın, çox adam çaşır 4-ü 2-yə vurur. Xeyr, bu bizim funksiyamızdır. Burada ədəd yoxdur. Hələ mən buna ədəd almalıyam. Gəlirəm bura. İndi artıq deməli, bura ədəd tapa bilmədiyim üçün keçirəm, burada yoxlayıram. 4 bərabərdirmi 1-ə? Deyirəm ki, xeyr. Yox dediyim üçün 4 bərabərdir sayı. Birinci hələ burada yoxlayaq. Deməli, elə bir indi necə deyim da? Bax, F4 vur 2 üstə gələk 1. Artıq bu mənim F5-imin yəni alacağı qiymətdir. Amma buradan qiyməti almadığım üçün yenidən funksiyamı icra edirəm. İndi F4 ilə funksiyama girirəm. Bax, burada elə bir F4 ilə təzədən başlayıram. Bəli. 4 böyük bərabərdir 2-yə. Deyirəm ki, bəli. Gətirəm yenə yerinə qoyuram. F4 bərabərdir F. Mən bunu silim. Deməli, F4 çıxaq 1, vuraq 2 üstə gələk 1. Bura neçə olacaqdır? F3 vuraq 2 üstə gələk 1. Yenə mən bura heç bir cavab almıram. Ta ki, bax, 1 olana qədər alaq. Burada 1-in qiyməti var. Buna görə buradan cavab almıram. Yenidən çıxıb bunu F3 ilə yenidən yoxlayacağım. F4 ilə cavab alanmadım. İndi buranın cavabını tapmalıyam ki, mən buradan bir ədəd alım. Ala bilmədiyim üçün funksiyamı yenidən yerinə yetirəm. F3. Aha. Bərabərdir. Gətirəm yenə. 3 böyük bərabərdir 2-yə. Bax, 3 böyük bərabərdir 2-yə. Deyirəm ki, true. Hə. Yenidən yerinə yetirirəm. F3-dən 1 çıxıram 2. Vuraq 2 üstə gələk 1. F2 yenə qiymət ala bilirəmmi? Yox. Gəlirəm yenidən F2-ni yoxlayıram. F bərabərdir. F2 çıxaq 1 eləyəcək. 1 vuraq 2 üstə gələk 1. Baxın, F1-ə görüm qiymət ala bilirəmmi? 1 böyük bərabərdirmi 2-yə? Deyirəm, yox. Gəlirəm bura. 1 bərabərdirmi 1-ə? Deyirəm, bəli. Gətirib burada qiymət yerinə qoyuram. Deməli, F1-im nəyə bərabərdir? Baxın, F1-im bərabərdir F1 çıxaq 1, yəni 0, üstə gələk 2. Bax, buradakı 1, həmən bu 1-i qoyuram bura. Çıxaq 1, bura elədi 0. Buranın cavabı elədi 0, F0, F0. Üstə gələk 2. İndi baxın, F0-a qiymət almalıyam. F0, 0 demək deyil. 0 bərabərdirmi 1-ə? Xeyr, düşürəm bura. 0 bərabərdirmi 0-a? Bəli. Deməli, F0-ın qiyməti neçədir? 1-dir. 1. Gətirirəm, qoyuram yerinə. Deməli, bura F0 bərabərdir 1. İndi gəlin, qoyaq yerinə. F0 1-dirsə, 1-in üstünə 2 gəlində neçə elədi? 3. Deməli, F1-imə neçə qiymət aldı? 3. Gətirib yerinə qoyuram. Bax, burada F1-im neçə oldu? 3. 3 vur 2 elədi 6. 6-ın üstünə də 1 gələndə 7. Deməli, F2-im neçə elədi? 7. Gətirəm, burada yerinə qoyuram. 7 vuraq 2 üstə gələk 1 eləyəcək. 7 dəfə 2, 14, üstünə 1, 15. Deməli, F3-üm neçə elədi? 15. Gətirib burada yerinə qoyuram. 15 vuraq 2 üstə gələk 1, o da eləyəcək 31. Deməli, F3-üm neçə elədi? 31. Yox, F3-üm yox. F4-üm, aha. F4-üm 31 elədi. Gətirirəm yerinə qoyuram. F4 buradadır. F4 31 vur 2 üstə gələk 1. Bu da eləyəcəkdir 2, 2 dəfə 3, 62. Üstünə də 1, 63. Deməli, F5-imin qiyməti, bax, burada funksiyam F5 idi axı. Bax, burada yerinə qoymuşdum. Burada.
F5-in qiyməti elədi 63. Yəni gətirin bu da cavabım 63. Çıxım. Keçək 23-ə. Verilmiş alqoritmdə S dəyişən çıxış dəyər. Bu qədər ədəd yəni qorxutmasın gözünüzü. Sadəcə 1-dən 5-ə qədər dövrə girəcək. Yəni 1, 2, 3, 4, 5. İndi baxın. S-im 0-dır. 0 x-a vuranda burası 0 eləyir. Yenidən S-in qiymətini dəyişir. 0-ın üstünə 1 gələndə 1. Burada mən təyinat məndən istəmədiyi üçün hesablayacağım. Bu birinci dövrüm. I bərabərdir 1 olanda. Bu hissəni belə silim. Deyəm, belə deyə bilərəm ya da. Aha. Budur. İndi I bərabərdir 2 olanda S olacaqdır 1. Vuraq x. X-im neçədir? Baxın. Burada x-im bilmirəm neçədir. Olduğu kimi də qalır. S bərabərdir. Həmən bu 1 vuraq x. Yəni x üstə gələk. Neçə? 2. Aha. Deməli, x üstə gələk 2-ni aldıq. Üçüncü dövrümüzə giririk. I bərabərdir 3. S bərabərdir x üstə gələk 2. Aha. X üstə gələk 2 vuraq x. Aha. Digər x S üstə gələk I. I neçədir? 3. Aha. Artıq baxanda bilinir ki, burada cavab nə olacaqdır? Görürsünüz, 3 ilə girib, 3 ilə qutarır. Deməli, 5 ilə də olanda sonu 5 olacaqdır. X üstə gələk 5. Bax, belə olacaq. X üstə gələk 2, x üstə gələk 3, x üstə gələk 4, x üstə gələk 5. Baxın, bunu götürə bilmərəm. Görürsünüz, birinci məndə x üstə gələk 2 ilə başlayır. Bu da deyil, bu da deyil, bu da deyil. Deməli, B bəndidir. Yəni, davamını da eləsək görərsiniz. Bax, I bərabərdir 4 olanda S-im olacaqdır. X üstə gələk 2, vur x üstə gələk 3, digər S-im olacaq. Bunu bir də yazmıram. Bunun üstünə, yox, bunu vuraq x-ə, bunu yazmamışam, vuraq x-ə, aha, digər S-im isə təzədən üstünə nə gələcəkdir? 4. Sonra I bərabərdir 5 olanda, həmən bu S-i, bu aldığımız ədədi vuracaqdır yenə də x-ə, yəni bu belə vuracaqdır x-ə, digər S isə üstünə 5-i gələcək və salam bitəcəkdir. Gəlin 24-də də baxaq. Deməli, yenə I bərabərdir 1. Baxaq, S bərabərdir. S-im nədir? 0 üstə gələk 1. S də bərabər. Burada isə cəmləyir, sonra vurur. Bayaqkında vurub, sonra cəmləyir. Deməli, burada sonda x olmalıdır. Mütləq sonda belə x olmalıdır. Bunlardan biridir. Qalır, bu deyil. Görək, bu da deyil. Çünki sonu x olmalıdır. Sonda x-a vurubdur. Aldıq ədədi. Deməli, S-im nədir? 1 vuraq x. Görürsünüz, bir dənə ilə gələndə 1x oldu. Keçək I bərabərdir 2-yə. S bərabərdir x. Artıq S-im budur. Üstə gələk 2. Bu da x üstə gələk 2 ilə deməli başlayacaqdır. X üstə gələk 2 vuraq x. Deməli, görürsünüzmü? 2 ilə gələndə bunda bitdi. Deməli, 5 ilə də gələndə, I 5 olanda, burada sonda x üstə gələk 5 vuraq x olacaqdır. Bax, bu deyil. 1 ilə başlamır. Deməli, yəqin ki, budur. X üstə gələk 3, 4, 5. Bax, bu olacaqdır. Cavab B bəndi. Qoy, buna baxın, bundan bunun fərqi nədədir? X, X, X. Hə, burada 1 ilə başlayır. Bu deyil. Buna baxaq. X üstə gələk 2, x üstə gələk 3, x üstə gələk 4, x üstə gələk 5. Bu eyni cavabdır. X üstə gələk 2, x vuraq x üstə gələk 3, vuraq x üstə gələk 4, vuraq x üstə gələk 5, vuraq x.
Bununla bu eyni cavabda sadəcə mötərizə fərqi var. Yəqin ki, burada B bəndidir. Yox, D bəndi götürülübdür. O gün burada nəyə mötərizə? Yəni, bu birinci dövrüm, bu ikinci dövrüm, bu üçüncü dövrüm. Hə, dördüncü dövrdə baxın, mötərizəni qoymuyor. Bax, bunun mötərizəsini qoymuyor. 1, 2, 3, 4 dənə mötərizə olmalıdır. Burada 1, 2, 3 mötərizə var. Ona görə cavab D bəndi. Aha. Görürsünüz, eyni bir şeydir. Sadəcə mötərizə fərqi ilə cavab fərqli alır. Yəni, biz istəsək bunu yenə davam edə bilərik. Yenə burada nə varacaqdır? S, bax, budur. S-in budur. Bunun, deməli, üstünə 3 gələcəkdir. Baxın. Mən hər dəfə daha bir yazmayacağım. Üstünə 3 gələcək və sonra vuracaqdır X-ə. Vurma olanda mütləq mötərizə olmalıdır. Baxın, vuracaq X-ə. Sonra i bərabər 4 ilə gələndə üstünə 4 gələcəkdir. Sonra vuracaqdır X-ə. X-ə buradan yazıram. Buranın bir dənə mötərizə almalıdır. Sonra i 5 olanda üstünə 5 gələcəkdir. Vuracaqdır X-ə. Bax, bu vuranda da yenə bir dənə mötərizə mütləq olmalıdır. Və görürsünüz, 1, 2, 3, 4 dənə mötərizəm var. Ona görə D bəndidir. Keçək 25-ə. Alqoritm formu hesablaması nəticəsində M dəyişən son qiymətini müəyyən edin. S bərabərdir 1, M bərabərdir 0, I 1-dən 3-ə. Deməli, modifikasiyalı dövrdür. I bir dəfə 1 olacaq, bir dəfə 2 olacaqdır, bir dəfə də 3 olacaqdır. Aha, burada gəlirəm J-yə. Bu I-dir, indi J-yə baxaq. J də 1-dən i-yə. Baxın, bu iç-içə dövrdür. Birinci i bərabərdir 1 olanda J 1-dən 1-ə, yəni zaten J 1 deməkdir. Onda S bərabər olacaq S. S-in 1-dir. 1 vuraq X. X-im neçədir? Bir dəqiqə zaryadkam tutarıq mı? Zaryadkaya qoyun. Aha. Deməli, X bilinmir neçədir, ona görə elə X qalacaqdır. Və burada i artıq 1 ilə çıxdığı üçün gəlir düşür aşağı. M bərabərdir. M 0 üstə gələk bir dənə X. Aha, və sonra S-i 1-ə bərabər eləyir. Gəldim, bu bitdi, bu da bitdi, qutardı, gəlir bura. İndi i 2-dir. i 2 olanda J 1-dən 2-yə. Yəni J nə olacaq? Bir dəfə 1, bir dəfə J 2 olacaq. Deməli, 2 dəfə dövrə girəcək burada. Olacaq S bərabərdir. Köhnə S-im neçə idi? 1 idi. 1 vuraq X, yenə 1X. Və sonra, daha sonra bu J bitdi, ikinci J-yə gəlir. 2 olanda S, yəni X vuraq X. O deyəcək X-in kvadratı. Aha. Və bitdi. Buradakı dövrdə bitdiyi üçün M olacaqdı. M, yəni köhnə M-im neçə idi? Eləcə X idi. Üstünə S-im. Yəni S-im oldu X kvadratı. Bu X üstü 1-dir. Bu X kvadratı. S-im yenə 1-dir. Keçirəm I bərabərdir 3-ə. Deməli, 3 dəfə dövrə girəcəkdir. J olacaq 1-dən 3-ə. Yəni, bir dəfə 1, bir dəfə 2, bir dəfə 3. Burada yaza bilməyəcəm. Bunu qoy aşağıdan yazın. Ay. Gəldim. Burada J-nin qiymətini də silmişəm. Aha, bura gəlirəm. I bərabərdir 3 olanda J bərabər olacaqdır 1-dən 3-ə. Yəni, birinci J bərabərdir 1 olanda baxaq. S bərabər olacaq S. Yəni, köhnə S-im nə idi? Deməli, X kvadratı idi. Vuraq X. O da eləcək X-in kubu.
Bu bir dənə deməli J1 olandadır. İndi J2 olanda yox, S-i burada 1 eləyib axı. 1 eləyibdir. Vurub X-ə. Aha. Bu bir dəqiqə çaşdı. Bir dəqiqə. Həmdən təmizləyək. Hə, burada S-i sonda 1 eləyir axı cəmləyəndən sonra. Bax, burada 1 olur. Artıq S qiymətini dəyişir. Ona görə J1 olanda S bərabərdir 1 vuraq X eləcə X olacaqdır. J2 olanda X vuraq X olacaqdır. X-in kvadratı. J3 olanda S bərabərdir. X kvadratı vuraq X. O da eləcək X-in kubu. İndi gəlirəm, bitdi. Dövrüm bitdiyi üçün cəmləməmə gəlirəm. M-im neçə idi sonuncu M-im? Sonuncu M-im bax buydu. M bərabərdir X üstü 1. Üstə gələk X-in kvadratı. Üstə gələk, indiki S-im neçədir? X-in kubu. Aha, və S-i də 1 eləyir. Amma sonda məndən M istəyir. Deməli, bax, cavab budur. Baxaq, X üstü 1 üstə gələk X kvadratı üstə gələk X-in kubu. Deməli, neçə dənə burada dövrə girsəydi, onları elə bir özü qədər qüvvətə yüksəldəcəkdi və cəmləyəcəkdi. Cavab B bəndi. Keçək 26-ya. Alqorid problem hesablamaq üçün M dəyişən son qiymətini müəyyən edin. Yenə burada da onun kimidir. Görək fərqi nədir? Deməli, I yenə bir dəfə 1 olacaq, J-də 1 olacaqdır, S bərabər olacaqdır, 1 vuraq X, deməli, bircə dənə X-dir. Sonra, amma burada hər dəfə deməli, cəmləmə eləyəcəkdir və S-i, fikir verirsinizmi, S-i qiymətini sonda 1-ə bərabər eləmir, digərində 1-ə bərabər eləyirdi. Burada fərq olacaq. M0 üstə gələk S, S-də neçə alıbdır? X. Aha, X üstü 1 yazaq. Keçdik yuxarı, bitdi. İndi 2-dirsə, J də 1-dən 2-yə. Deməli, J 2 dəfə qiymət alacaqdır. Bir dəfə J 1 olacaqdır. Bir dəfə J 2 olacaqdır. 2 dəfə dövrə girəcək. S bərabərdir. Köhnə S-im artıq qiymətini dəyişmir. Eləcə X-dır. Vururam X-ə. Eləcək X kvadratı. İndi J 2-yə bərabər olanda bir də girəcəkdir. S bərabərdir. S, yəni X kvadratı vuraq X. O da bərabərdir. X üstü 3. Bitdi. Və bitdiyi üçün yenidən cəmləməmi eləyəcək. M-im köhnə M-im X üstü 1 idi. Üstünə gələcək X-in deməli kubunu. İndi I bərabərdir 3 olanda baxaq. Deməli, J bir dəfə 1 olacaq, bir dəfə 2 olacaq, bir dəfə 3 olacaq. Deməli, 3 dəfə dövrə girəcəkdir. S bərabər olacaq. Köhnə S-im neçə idi? X kubuydu. X kubunu vuracaqdır. X-a eləyəcək X üstü 4. Bu J1 olandadır. İndi J2 olanda S bərabər olacaq. X üstü 4'ü vuracaqdır. X-a olacaq X üstü 5. J3 olanda yenə X üstü 5'i vuracaq X-ə. Gələcək X üstü 6. Aha. Görürsünüz, sonra sonda cəmləməm var. İndi M-im neçə idi? M-im X üstü 1 üstə girək X üstü 3 idi. X üstü 1 üstə girək X üstü 3. Sonuncu S-im neçədir? X üstü 6'dır. Seni buranı silək. Aha. Sonuncu S-im isə X üstü 6'dır. Bax, cavab X üstü 1 üstə girək X üstü 3 üstə girək X üstü 6. Deməli, C bəndi. Keçək 27-yə. Deməli, yenə burada mən bunu istəyirəm belə. Kəsim, böyük ekranda paylaşım. Necə bu ikisini də eləyə bilərik. Deməli, yenə F-in n-natradır. Deməli, F5'dir. Görürsünüzmü? F5-lə gəlirəm. 5 böyükdür 2-dən. Bax, 5 böyük bərabərdir 2-dən. Deyirəm ki, bəli. Bəli dediyim üçün gəlirəm F5'i burada hesablayıram. F
5-dən 1 çıxanda 4. 4 vuraq 2 üstə gələk 1. Aha. İndi F4'ü hesablamalıyam. Çünki mən buradan nəticə ala bilmirəm. F4 bərabərdir. 4 böyükdürmü? 2-dən. Deyirəm ki, bəli. Yenə qabağındakı şərt ödəndiyi üçün bunu icra edəcəm. F4'dən 1 çıxanda 3. Bıraq 2 üstə gələk 1. Yenə F3 qiymət ala bilmir. Gəlirəm bura. 3 böyükdürmü 2-dən? Deyirəm bəli. Onda F3 çıx 1 eləyəcəkdir. F2. Quraq 2 üstə gələk 1. Yenə deyirəm 2 böyük bərabərdirmi 2-dən? Deyirəm bəli. Yəni yenidən F2-ni buradan hesablayacağam. Deməli F2-dən 1 çıxanda 1. Vuraq 2 üstə gələk 1. İndi baxıram F1-i hesablayam. 1 böyük bərabərdirmi 2-yə? Deyirəm yox. Yox dediyim üçün düşürəm bu şərtə. 1 bərabərdirmi 1-ə? Deyirəm bəli. Onda bunu icra edə deyir. F 1-dən 1 çıxıram 0 üstə gələk 2. Baxıram 0, yəni F0-a qiymət almalıyam axı. 0 1-ə bərabərdirmi? Deyirəm xeyr. Ona görə düşürəm aşağı. 0 0-a bərabərdirmi? Deyirəm bəli. Onda F0-a bərabər elə 1. Gətirib burada yerinə qoyuram. 1 üstə gələk 2 eləyəcək 3. Deməli F1-im 3-dür. Gətirib burada yerinə qoyuram. 3 vur 2 üstə gələk 1 7. Deməli F2-im 7-dir. Gətirib burada yerinə qoyuram. Bu da eləyəcəkdir 15. F3-ümün qiyməti 15 oldu. Yerinə qoyuram. 15 vur 2 üstə gələk 1 31. Gətirib burada yerinə qoyuram. 31-i 2-yə vuram 62. Üstünə də 1 gəlirəm. 63. Deməli, burada Y bəndə. Elə bir bundan bir yaxlar biz işlədik, eynisidir. Keçək 28-ə. Burada da yenə 5-i gətirəm, yerinə qoyuram. Burada 5 böyükdür 2-dən deyirəm ki, bəli, onu da gətirib burada tapıram. Deməli, burada olur F5 bərabərdir. F5, bax 5 çıxaq 1, bura eləyir 4. Ona görə onu bir dəfəlik yazıram. F4 üstə gələk. İndi 5, 5 çıxaq 2. Bura eləyir 3. F3. Vəsal. İndi mən burada qiymət ala bilməyim üçün F4'ü tapmalıyam birinci, sonra F3'ü tapmalıyam. Ona görə F4 gəldim. 4 böyükdür 2-dən. Deyirəm ki, bəli. 4 böyükdür 2-dən. Bəli. Yenidən bunu icra edirəm. F 4-dən 1 çıxıram 3. Üstə gələk. 4-dən 2 çıxıram 2. Vəssalam. İndi gəlirəm, yoxlayıram F3-ü. F3-ə qiymət almalıyam axı. 3 böyükdür 2-dən. Deyirəm, bəli. Onda gəlirəm, yenidən icra edirəm. F 3-dən 1 çıxıram 2. Üstə gələk F. Deməli, 3-dən 2 çıxıram 1. Baxıram, F2-yə qiymət almalıyam. 2 böyükdür 2-dən. Deyirəm, yox. 2, 2-dən böyük deyil. Keçirəm bura. 2 bərabərdirmi 2-yə? Deyirəm ki, bəli. Bu da qabağında deyir, onu 1-ə bərabər elə. Deməli, F2 1-ə bərabər. Gətirib yerinə qoyuram. F2 yerinə neçə qoyacam? 1 qoyuram silim. Bu olacaq 1, üstə gələk F1. Aha, F1-in qiymətini indi bilmirəm axı. Gətirib F1-ə qiymət qoyuram. 1 böyükdür 2-dən? Yox. 1 2-yə bərabərdirmi? Yox. 1 1-ə bərabərdirmi? Hə. Onda F1-im olur 1. Gətirib yerinə qoyacam. 1 üstə gələk. 1 elədi 2. Deməli, F3-ümün qiyməti elədi 2. Gətirib yerinə qoyaq. 2 üstə gələk. F2 neçə idi? 1 idi. Elədi 3. F4-ün yerinə gətirib qoyacam burada 3. 3 üstə gələk F3. F3-ün qiymətini neçə almışam? Yerinə qoyuram. 3 üstə gələk 2 elədi 5. Deməli, F5-imin qiyməti neçə elədi? 5. Cavab. Bax, bunu elə eləmişəm ki, çaşdıracaq. Cavab burada D bəndi.
Keçək 29-a. Asias emol və blok sıxılmışan təyinat. Yenə təyinatdır. Birdən enə kimidirsə i1, 2, 3 nöqtə n. Mən enimi yenə 3 götürürəm. Deməli, A, I. I neçədir? Birinci I bərabərdir 1. Birinci dövründür. Deməli, gətirəm yerinə A1. Burada algoritmdə fərqlidir. Bu cür yazılır. Python'da da yəni fərqlidirmi deyir, yəni şərtdə. Fərqlidirmi sıfırdan? Deyirəm ki, baxaq görək A1 fərqlidirmi sıfırdan? A siyasını emal edən aşağıdakı bloksan. Mən bir dənə A siyası eləməliyəm. Bu Python işinə daha çox oxşuyur. A bərabərdir. Baxın, siyahıda daha doğrusu belə verməliyəm. Deməli, A siyasını belə verə bilərəm da. Hətta belədir. A siyasına verə bilərəm, məsələn, 3, 2, -5, 4, ben de 0 verək. Aha. Bir AI. AI nə deməkdir uşaqlar? Yəni, burada birinci nömrəm 0, 1, 2, 3, 4 deməkdir. AI, yəni A1. A1'im neçədir? 2. Birinci nömrəm indeksimin, yəni aldığı ədəd 2'dir. 1, 2 fərqlidirmi? Sıfırdan. Deyirəm ki, bəli, fərqlidir sıfırdan. Onda deməli, sıfırdan fərqli ədədləri gəlin görək neyniyir? S, yəni 0 üstə gələk AI. Deməli, sıfırdan fərqli ədədləri cəmləyir və sonra sayır bir dənə. Onda belə çıxır ki, mənfini də götürəcək, 4-də görə bir dənə bunu götürməyəcək. Sonra A2 olanda, A2, yəni bu olacaq, -5. -5 fərqlidirmi sıfırdan? Deyəcəm ki, true, bəli. Düşəcək yenə də, S-im neçə idi? 2 idi, üstünə o -5'i gələcək. Deməli, 2 üstə gələk -5. Aha, M isə sayacaqdır. Deməli, başa düşdükdə 4 ilə gələndə 4 fərqli olduğu üçün sıfırdan həmən bu ədədin üzərinə 4 gələcəkdir. M isə olacaqdır 3. Sonra 0 sıfırdan fərqlidirmi? Yox deyəcəm və bitəcək. Sonra neyniyəcək? Etsi, yəni cəmlədiyini böləcəkdir M-ə. Deməli, sıfırdan fərqli bütün ədədləri cəmləyib və böldü sayına. Deməli, sıfırdan fərqli bütün ədədlərin ədədi ortasıdır. Deməli, müsbət elementlərin ədədi ortası deyil, çünki mənfini də topladı. Müsbət elementlərin cəmini və sayını xeyr, yenə müsbət təkcə götürə bilmərəm. Aslında müsbət və mənfi elementlərin ədədi ortası, bəli, müsbət və mənfi, yəni 0 bircə götürmədir. Elementlərin həndəsi, aslında mənfi, müsbət elementlərin cəmi, bəli. Burada deməli, C bəndidir. Deməli, bu neçə idi? 29. Keçək B-yə 30-a. Demək, hansı hesablama həyata keçirir? Algoritm bir hansı hesablamanı həyata keçirir? Yəni, eynə bizə istədiyimiz ədədi verək ki, bunu tapa bilək. Deyək ki, eynimiz bir dənə 4 olsun. Deməli, F3 vuraq 4. Çünki bu burada yerinə qoyuram. Deməli, burada F4 bərabərdir. F3 vuraq 4. Sonra deyirəm ki, F3'ü tapmaq istəyirəmsə, 3 böyütün 1-dən, bəli, yenidən F2 vuraq 3. Sonra F2'yə qiymət almalıyam. 2 böyütün 1-dən, bəli. Deməli, F1 vuraq 2. İndi F1'i yoxlayıram. 1 böyük bərabərdir 1-dən, bəli. F0 vuraq 1. 0 böyük bərabərdir 1-dən. Deyirəm, yox, düşürəm bura. Deməli, F0'ı 1'ə bərabər edirəm. Gətirəm bura. 1 vur 1. F1'in qiyməti 1'dir. F1'in qiymətinə 1'i vururam 2. 1 vur 2. F2'in qiyməti 1 vur 2'dir. Təyinat istədiyi üçün açıq saxlayacağım. F2 1 vur 2 vur 3. Bu da F3'ün qiymətidir. Burada isə 1 vur 2 vur 3 vur 4. Deməli,
4'ün faktorialıdır. Fikir verdiniz, 4 faktorial tapdım sonda. Birdən n kimi ədədlərin cəmi deyil, birdən n kimi ədədlərin hasilini, yəni n faktorialını, bəli, B bəndi. 30 B bəndi. Keçək 31'ə. Bu hissəni silək. Aha. Demək, yenə də bizdən nəyinsə təyinatını istəyir. İndi burada da deyək ki, biz burada x da var, n də var. N-ə deyək ki, bir dənə yenə 4 verək. F4 bərabərdir F. X-im harası bir ədəddir. X-im də olsun, deyək ki, 3. 3. Burada hesablama olmayacaqdır. N-dən 1, 4-dən 1 çıxanda 3. Buraq X. Deməli, 3. Şimdi baxıram. N-imi baxıram. N-im artıq 3 oldu. 3 böyük bərabərdirmi? Birdən deyirəm, bəli. Onda F3'ün bərabərdir F. X-im yenə yerində qalır. Amma N-im bir vahid azalır, vurur. X-a yenə 3'ə vurur. Baxın, burada həndəsi silsilədən nəsə söhbət gedir. Deməli, F2-ni yoxlayıram. 2 böyükdür birdən, bəli. Bu da bərabərdir F3. Bura 1 edəcək. Vuraq 3. Aha. Daha sonra F1'ə qiymət al. 1 böyük bərabərdir, bəli. F 1'dən 1 çıxanda 0. Yox, birinci qism qiymətini yazıram. 3, 0, buraq 3. İndi F0'a görək neçə edir? 0 böyükdür 1'dən. Deyirəm ki, xeyr. Keçirəm bura. Deməli, F0'ın nədir? 1'dir. Getirək yerinə qoyaq. Bu olacaqdır. F3 burada 1'dir. 1 3 demək, bir dəfə 3'ü F1 1'dir. 3. Aha, 3-cü elementi 1'i vuracaq 3'ə. O birisində alacaqdır F1 3. 3'ü vuracaq 3'ə. Deməli, burada alacaqdır 1. Bax, burada alacaqdır. F0'ın 1'dir. 1'i 3'ə vuranda burada alacaq 3. Burada alacaq 9. Burada alacaqdır. F2'min qiyməti 9'dur. 9 vuraq 3, 27. Oy. 2 dəqiqə, hara getdi? Aha. Bu da olacaqdır 27. Deməli, 3 vurur da hər birini. Fikir versiniz mi? 3 vurur. Gəlin görək cavab nədir? Birində 3'dür, birində 9'dur, birində 9'u 3'ə. Birində 3'dür, birində elə bir baxın, deməli 4 vermişəmsə, burada 1, burada 3'dür. Burada 3'ün kvadratıdır. Burada 3'ün kvadratını vururam 3'ə, 3'ün üstü 4'dür, 3'dür, burada da 3 üstü 4'dür. Aha. İndi deməli 3 üstü 4, x üstü n aldı. Baxın, x üstü n. X üstü n'in hesablanması. Baxın, A bəndi. Bəli. Baxın, görürsünüz, bax, bu mənim 4'üm n'imdir, bu mənim x'imdir. 3 üstü 4'ün hesablanması. Yəni, bu qarşıdakı bu ədəd sizi çaşdırmasın. Gətirəm digərinə, baxıram, F, A, B. Yenə deyək ki, müsbətlər hansı həyata keçirir, burada A və B sıfırdan fərqli olmalıdır. Deməli, qoy buranı silək. Təmişat eləməsin. Aha. Deməli, A-ya verək 5, B-yə verək 8. Baxıram burada birinci şərt. 5 böyükdür 8'dən. Deyirəm ki, yox. Gəlirəm, düşürəm bura. 5 kiçikdir 8'dən. Deyirəm ki, bəli. Kiçikdir, onda bunu deyir icra elə. Yəni, F deməli 5 8'də bərabərdir. F A-mız neçədir?
5, B'miz isə B'dən A çıxanda 8-dən 5 çıxanda 3-dür. İndi mən yenidən 5 ilə 3-ü yoxlayacağam. Və yaxud 5 ilə 8-i yoxlamışam. İndi 5 ilə 3-ü yoxlayacağam. Gəlirəm. İndi A-mız neçədir? 5-dir. 5 böyükdür 3-dən. Deyirəm ki, bəli. Bax, böyük olduğu üçün indi bunu icra eləyəcəm. Deməli, 5 bunun yerinə nə qoyacağam? F, 5 çıxaq 3 eləyəcək F2. Bir dəqiqə. Təzən bağlamamalıydım. Aha. F2, burada vergül, B. B'miz neçədir? 3-dür. Aha, 2 ilə 3. İndi yoxlayıram. 2 böyükdür mü 3-dən? Deyirəm ki, yox. Yəni F2 ilə 3-ə qiymət almalıyım. 2 kiçikdir mi 3-dən? Deyirəm ki, bəli. Onda bura gəlirəm. F, A neçədir? 2, B'dən də 3-dən 2 çıxanda 1. İndi 2 ilə 1 yoxlayıram. F2, 1. 2 böyükdür mü 1-dən? Deyirəm, bəli. Onda F, 2-dən 1 çıxanda 1, B, 1. Baxın, bərabərləşdi. Axır ki, 1-1-ə böyükdürmü? Yox. 1-1-dən kiçikdirmi? Yox. 1-1-ə bərabərdirmi? Hə, onda deyir, bunu bərabər ilə A-ya, yəni 1-ə. Deməli, F1 birim olacaqdır. 1, deməli, aha. Deməli, bax, bura 1 alacaqdırsa, deməli, 2 ilə 1-in də qiyməti 1-dir. Onda burada olacaqdır 1. Gətirəm yerinə qoyuram. 2 ilə 3-ün də qiyməti 1-dir. Nətər oldu belə? Bir dəqiqə. Aha. Burada 1-dir. Deməli, 5 üçün də qiyməti 1-dir. 5, 8-in qiyməti 1-dir. Deməli, ədədi A ədədi ilə B ədədinin fərqi deyil. A ədədi ilə B ədədin əbobunu, bəli, ən böyük ortaq bölünəni 5 ilə 8-in, yəni ortaq heç nə olmayanda 1 götürürlər. A, B ədədi sadə bölənləri, A, B ədədi bölənləri deyil. A, B ədədinin hasili deyil. Yəni, burada 32-dən B bəndi olacaqdır. Mən burada başqa ədəd qoysaydım, daha rahat tapılardı. 5, 8-in ortaq böləni sadəcə 1-dir. İstəyirsiniz, riyaziyyatdan da bir dənə göstərək ki, həqiqətən də elədir. Dəqiqə. Bax, deyək ki, 5 ilə 8 həqiqətən də əbobu elədir. Baxın, bu 5, 5-in böləni nədir? 5, 5, 5-ə 1 və salam. 8-in böləni nədir? 2, 4, 4 bölünür 2-yə, 2, 2-yə 1. 1, 1-ə 1. Deməli, həqiqətən də burada əbob sadəcə 1-dir. Keçək 33-ə. Yenə mən burada A və B ədədi sıfırdan fərqli bir ədəddir. Bunlar hamısı funksiyadır. Sıfırdan fərqli bir ədəddir. Deyək ki, A və B sıfırdan fərqli bir ədəd. Mən bura nə qoya bilərəm? Deməli, A-nı qoya bilərəm. Tutaq ki, 10, 5, B-ni də qoyum bir dənə 5. Ya da hədə olsun. Gətirirəm F, N-ə bir dənə ədəd verirəm. N-im olsun bir dənə 4. F4 bərabərdir. F, deməli, 4-dən 1 çıxanda 3, üstə gələk A. A neçədir? 15-dir. Aha. Gəlirəm F3-ü yoxlayıram. F3. 3 böyükdür mü 1-dən? Deyəcəm ki, bəli, yenidən bunu icra edəcəm.
F 3'dən 1 çıxanda 2 üstə gələk A yenə 15. Aha. İndi F2-ni yoxlayıram. 2 böyükdür 1-dən deyəcəm bəli. 3'dür. Aha. Yenidən bunu icra edəcəm. F2'dən 1 çıxanda 1 üstə gələk A yəni 15. İndi F1 yoxdan 1 böyükdür mü 1'dən deyəcəm ki, yox. Onda düşəcəm aşağı. 1-1'ə bərabərdir. Bunu B-yə bərabər edəcəm 5'i. Gətirib burada yerinə qoyuram. Deməli, 5'in üstünə 11. Bax, F1'in qiyməti 5'dir. Bura 5 edir. 5'in üstünə 15, 20. Deməli, F2'in qiyməti 20'dir. 20'in üstünə 15, 35. Deməli, F3'ün qiyməti 35 oldu. 35'in üstünə 15, 40, 50, 50. F4'üm 50 oldu. Deməli, neynədir? 15 artdı. Hər dəfə 15 artdı. İlk həddi isə 5'dir. Baxın, ilk həddi 5'dir. Silsilə fərqi də 15'dir. 15 artdı. İlk həddi A olan və silsilə fərqi B olan ədədisən n-ci həddinin hesablanması. İlk həddi B olan, bəli, ilk həddi B idi. Çünki 5 ilə başladı. Silsilə fərqi A olan, baxın, B bəndidir. Ədədi silsilənin n-ci həddinin hesablanması toplamı olanda ədədi silsilə olur. Bax, burada vurmadır. Fikir verirsiniz. Bax, burada da, bax, bununla bu eynidir. Fikir verirsiniz. Burada sadəcə aynen B-yə özü qiymət veribdir. Burada verməmişdi, mən qoymuşdum. Fərqi yoxdur, yəni. Burada ədədin özünü veribdir. F5 ilə başlayır. F5 bərabərdir. F5 böyükdür mü 1'dən deyirəm, yox. Onda bunu icra edəcəm. F4 üstə gələk A. A neçədir? 2'dir. Şimdi baxıram. F4. 4 böyükdür mü 1'dən deyirəm, bəli. Onda bunu bir daha icra edəcəm. F3 bıraq 2. Şimdi F3. 3 böyükdür mü 1'dən, bəli. F2 bıraq 2. F2. 2 böyükdür mü 1'dən, bəli. F1 bıraq 2. Aha, F1. 1 böyükdür mü 1'dən, yox deyib düşürəm bura. 1-1'ə bərabərdir mi? Bəli, onda bax, bunun qiyməti, yəni F1'in qiyməti olacaq B. B-miz neçədir? 3. İndi baxın, fikir verin. Birinci qoy, buradan onu yazıram mən. Bax, buradan yazıram. Deməli, F1'imin yerinə 3 qoyacam. Onda F2 nəyə bərabər oldu? 3 vur 2. Elədi 6. F2 6'dırsa, onda F3 nəyə bərabər olacaqdır? 6 vur 2. Fikir verirsiniz, 2 hər dəfə təkrarlanır və ilk həddim də 3 idi. 3 vur 2 idi. 12. Onda F3'üm 12 idisə F4'üm neçə olacaqdır? 12 vuraq 2, 24. F4'üm 24'dürsə F5'imin yerində gətirib burada 24 qoyuram. 24 vuraq 2, o deyəcək 48. Deməli, F5'im 48. Deməli, burada Y. Gene burada mənə qiymət verməyibdir. Özümüzdən verəcəyik. A və B sıfırla fərqli ədəddir. Sıfırla fərqli bir ədəd verək A'ya. A'mız 5, B'miz də 10 olsun. Deməli, F N'imizə də ədəd verməyibdir. N'imiz də olsun. Bir dənə yenə 5 olsun. F5'lə gələk. F5'dən 1 çıxanda 4, üstə gələk, F4, 5'dən 2 çıxanda 3, F3. Keçdik F4'ə. 4 böyükdür 2'dən, yox. Bax, 5 ilə yoxlamışam, ha, onu bura girmişəm. 5 böyükdür 2'dən, hə, deyib bura gəlmişəm. İndi 4 böyükdür 2'dən, hə, onda bunu icra edəcəm. F4 bərabərdir, F3, yəni 4'dən 1 çıxanda 3, üstə gələk, F4'dən 2 çıxanda 2. Gəldim bura, F3'ü yoxlayıram. 3 böyükdür 2'dən deyirəm, bəli, yenə bunu icra edəcəm. F3'dən 1 çıxanda 2, üstə gələk, F3'dən 2 çıxanda 1. Gəlirəm F2'ni yoxlamağa. 2 böyükdür 2'dən, yox deyib düşürəm aşağı, F2'ni bərabər eləyirəm 1'ə. 2 2'yə bərabər olduğu üçün bu cavabı alır. Gəlirəm burada yerinə qoyuram. F3
Bura 1'dir. 1'in üstünə F1. F1'dən də mən bir qiymət almalıyam. Onda F1'im neçədir? 1 böyükdüm 2-dən yox, 1 bərabərdim 2-yə yox, 1 bərabərdim 1-ə, hə, deməli F1'imin də qiyməti 1'dir. Gətirib yerinə qoyuram F3'ü tapmaq üçün. 1'in üstünə 1, 2. F3'üm 2'dir. F2'm neçədir? 1'dir. 2'nin üstünə 1. 2'dir mi bu? Aha, 2'nin üstünə 1. 3. Deməli F4'üm 3'dür. F3'üm neçə idi? 2. 3'ün üstünə 2. 5 və sal. Deməli, neynədir? Sonunda 5 qiymətini aldı. Deməli, 1-dən enə kimi ədədlərin cəmi deyil, 1-dən enə kimi ədədlərin hasili deyil. İlk Fibonacci ədədlərinin siyahısı, Fibonacci sırasının eninci həddinin, ilk n həddinin faktorialları cəmi ilk n həddinin. N'imiz neçə idi? 5. Xeyr, faktorial 5 həddin cəmini almadı, axı sonunda cavabı neçə aldı? 5 aldı. Deməli, 1-dən enə kimi ədədlərin cəmini, xeyr, 1-dən enə kimi ədədlərin cəmidir. Fibonacci sırasının eninci və ilk Fibonacci ədədlərinin siyahısı. Siyahısı olsaydı, mən burada belə alardım. 1, 1, sonra 1, 2, 2 üstünə 1, 3, belə bir siyahı alardım. Amma mən ilk Fibonacci sırasının eninci həddini, Fibonacci sırasının eninci həddi. Deməli, eninci həddi nədir? 5. Mən də cavabı 5 almışam. Baxaq, 1, 1, 2, 3, 4, 2, 5. Gəlin görək, 1, 2, 3, 4, 5. Bəli. Deməli, 5 dənə ədəd F5 ilə girdim. Sonuncu 5'i də aldım. Deməli, Fibonacci sırasının eninci həddini aldım. Ümumiyyətcə, Fibonacci sırası belə olur. 1, 1, sonra bu ikisinin cəmi 2, sonra bu ikisinin cəmi 3, sonra bu ikisinin cəmi 5, sonra bu ikisinin cəmi 8. Bax, bu cür davam eləyir. Biz də 5 aldıq. Deməli, 1, 2, 3, 4, 5-ci həddidir Fibonacci sırasının. Deməli, burada da D bəndi. Geçək 37-yə. Alqoritm təyinatını müəyyən edin. A1 1-dir, A2 2-dir, A1 və A2-ni çıxışa verir. Yəni 1 ilə 2, bu çap deməkdir. Bunu çap etdim. Daha sonra məndən nə istəyir? I bərabərdir 1-dən n-ə. N-ə qiymət vermədiyi üçün, deməli, yenə 1, 2, 3, nöqtə, n. Bir dəfə i-ni 1-dən qəbul edək, gedək. A3 bərabərdir. A3 bərabərdir. Buna sərgəli yazaq. Demək, bir dəfə i bərabərdir 1. Deməli, A3 bərabərdir. A1 üstə gələk A2. Deməli, 1 üstə gələk 2. Və bunu çıxışa verdi. Daha sonra nə varıqdır? A1-i bərabər eləyib A2-yə. A2-m 2 idi da. A2-ni də bərabər eləyibdir buna. A3'ə. Deməli, 3'ə. Deməli, hər dəfə biri-birindən əvəzləyibdir. Sonra nə edir? İndi bu i1 idi. İndi i-ni 2-yə bərabər eləyək. Deməli, A3 bərabərdir. Yenə A1 üstə gələk A2. 2 ilə 3'ü toplayıbdır. Bax, bir dəfə 1, 2'nin toplanması idi. İndi 2 ilə 3'ün cəmidir. Daha sonra bunu çıxışa verir 5. Deməli, bir dəfə 3'ü çıxışa verdi. Bir dəfə ən başda da 1 ilə 2'ni çıxışa verir. 1, 2, 3, sonra 5. Bax, görürsünüz, Fibonacci'dir. A1 1 idi, A2 2 idi. Daha sonra bunları çıxışa verir. A3 bir üstə gələk 2. Yəni 3. Aha. Keçək buna. A3'ümüzü 5 aldıq. Daha sonra A1'i bərabər elədi A2'yə. A2 neçə idi? 3 idi. A2'ni isə A3'ə, yəni 5'ə bərabər elədi. İndi i bərabərdir 3 olanda yenidən A3'ün bərabər olacaq bu ikisinin cəminə. 8. Görürsünüz, 8 eləyir. Və çıxışa verir, sonra yenidən bunları əvəzləyir. Gəlin görək nə istəyir. Ədədə ardıcıllığı ilk n həddini müəyyənləşdirmək üçün. Ədəd istəyilərin ilk n həddini müəyyənləşdirmək. İlk n Fibonacci ədədini müəyyənləşdirmək. Deməli, də baxaq. İlk
n ədədinin Fibonacci ədədini müəyyənləşdirmək. Ədəd istəyən ilk n plus 2 həddini müəyyənləşdirmək, ilk n plus 2 Fibonacci ədədini müəyyənləşdirmək üçün. Deməli, gəlin belə baxaq görək. İndi onları yoxlamaq üçün mən hansı ədədləri çıxışa verdim? 1, 2, 3, 5, bir də 8. Düzdürmü? 1, 2, 3, 4, 5. 5 dənə ədədimi çıxartdı. Bu da Fibonacci'dir. Məndə isə deyil, mən isə 3 dənə dövrə girdim. Düzdürmü? Baxın, i bərabərdir 3. Deməli, ona görə burada y bəndi uyğun gəlir. Bax, fikir verirsinizmi? 3-ün üstündəki 5 Fibonacci ədədini müəyyənləşdirmək. Biz 5 dənə Fibonacci ədədini müəyyənləşdirdik. Bax, elə cavab budur. Bəli. Kiçik 38-ə f-in funksiyasının hesablanması alqoritma şəxsiyyətini vermişdir. N natural ədəddir. Aha. N hər hansısa bir natural ədəddir. Yenə n-ə verək, deyək ki, 6. İndi baxırıq. 2, 6, 4. 6 bu ikisinin aralığında yerləşirmi? Deyəcəm, yox. Ona görə bunu icra etməyəcəm. Gəlirəm bura. 6 bundan kiçik bərabərdirmi? Bəli. Görürsünüz, arasında yerləşir. Deməli, f x. Deməli, f10 qiymətini hesablayın deyir. Qoyucu deyək də buna baxmamışam. Gəlin bunu təzədən eləyək. Mən buna fikir verməmişdim. Deməli, funksiyadır. F10'u tap deyir. F10 gəldik. 10 2 ilə 4-ün arasında yerləşirmi? Yox. 7 ilə 5-in arasında yerləşirmi? Yox. Onda 10 böyükdürmü 7-dən? Bəli, onda bunu icra edəcəm. F, deməli 10-dan 2 çıxanda 8, üstə gələk F, 10-dan 5 çıxanda 5. Aha. İndi baxın, F 8 ilə gələcəm. 8 bu ikisi arasında yerləşirmi? Yox. Bu ikisi arasında yerləşirmi? Yox. Deməli 8 7-dən böyükdür. Bunu icra edəcəm. F 8-dən 2 çıxanda 6, üstə gələk F 8-dən 5 çıxanda 3. İndi F6'nı yoxlayacağım. Bir dəqiqə baş çıxır. Bərabərdir. 6 2 ilə 4-ün aralığıdırmı? Yox. Bəli, bu ikisinin aralığındadır. Deməli, F6'ma deməli, F6'ın bu şərti ödəyirsə buna 6 qiymətini verə bilərəm. Bunu silək. Buna ehtiyac olmadı. Çünki F6 artıq qiymət aldı. F6'm 6'dır. Gətirək yerinə qoyaq. 6 üstə gələk F3. Amma F3'ün qiymət almıyor, baxın. Ona görə F3'lə yoxlayıram. 3, 2-dən böyük, 4-dən kiçikdirmi? Bəli, F3'üm də 8. Gətirək yerinə qoyaq. Bərabərdir. Belə eləyək. 6 üstə gələk 8. O da eləyəcək 14. Deməli, bu mənim nəyimin cavabı idi? F8-imin cavabı idi. Gətirib burada yerinə qoymalıyam. 14 üstə gələk F5. İndi F5-imə qiymət almalıyam. 5, 2 ilə 4-dən böyük, kiçikdirmi? Xeyr. Gəldirəm bura. 5 buna bərabərdirmi? Bəli. Deməli, F5'im 6 alacaqdır. Gətirəm yerinə qoyuram 6. Aha, bərabərdir. 14 üstə gələk 6. Deyəcək 20. Deməli, F10'umun cavabı 20. Keçdik 2 dənə qaldı. Bunu da bitirək. Yəni, bunu silək, təmizləyək lövhəmizi. Baxaq görək bizdən nə istəyir. Nə oldu bu? Aha. Deməli, say bərabərdir 0, i 2-dən 100-ə. Deməli, i 2-dən 100-ə qədər ədədləri alacaqdır. 2, 3, 4, nöqtə, nöqtə, 100-də daxil olmaqla. Deməli, sadəcə 1-i almayıb da. Bax, 1-dən 100-ə qədər olsaydı 100 ədəd olardı. 2-dən başladığı üçün deməli 99 dəfə dövrə girəcəkdir. Deməli, i-nin kvadratı, yaxşı görəmirəm, mənə bunun kitabda baxın, 39.
Aha, bəli, i kvadratıdır. Şərtdir bu. Şərtdə deyir ki, i kvadratı i çıxaq birdir o da. Aha. Şərtində deyir ki, i kvadratı bərabərdirmi? I çıxaq 1-in kvadratı üstə gələk i çıxaq 2-nin kvadratı. Baxıram, 2 ilə gəldik. 2-nin kvadratı, yəni 4 bərabərdirmi? 2-dən 1 çıxanda 1-in kvadratı üstə gələk. 2-dən 2 çıxanda 0-ın kvadratı. 0. Bərabərdirmi? Xeyr. Xeyr olduğu üçün həyə düşə bilmirəm. Gəlirəm yenidən. Deməli, 2-ni götürə bilmədim. Getdim 3-ə. 3-ün kvadratı bərabərdirmi? 3 çıx 1, 2-nin kvadratı üstə gələk 1-in kvadratı. Bu deyəcəkdir 4 üstünə 1, 5. Xeyr, bu da eləmir. Gəlirəm 4-ün kvadratı. 4-ün kvadratı 4-dən 1 çıxanda 3-ün kvadratı üstə gələk 4-dən 2 çıxanda 2-nin kvadratı. Bu deyəcəkdir 9-un üstünə 2-nin kvadratı 4, 13. Amma bu 16 edir. Bu da deyil. 5-in kvadratı 25-dir. 5-dən 1 çıxsan 4-ün kvadratı üstə gələk 3-ün kvadratı. Bu deyir nə? 16, 9, bəli 25. Bu bərabərdir. Gəlin görək bizdən nə istəyir? 2-dən 100-ə qədər ədədlərin neçəsinin kvadratı özündən əvvəl gələn, özündən əvvəl gələn, bax 5 idi olub 4, əvvəl gələn, özündən əvvəlki 2 ədədin, əvvəl gələn ədədlərin kvadratları. Xeyr, təkcə əvvəl gələn ədədlər deyil, əvvəlki 2 ədədin, bəli, əvvəlki 2 ədədin kvadratları cəmi bərabər olanı ədədi və onların sayını. Gəlin görək, saymışdımı? Bəli, say bərabərdir. Fikir verirsiniz, 0-ın üstünə 1, 1 və onu çapa eləmişdi. Bax, bu ədədi, həmən ədədi çap eləmişdi. Hansı ədədi çap eləyəcəkdir? 5-i. Və burada da sonda sayını məndən istəyir, deməli, 1 dənə. Deməli, indi gəlin baxaq bir də suallara. Kvadratlar cəmlə bərabər olan ədədi çap eləyir və onun sayını çap eləyir. Bəli, B bəndi uyğun gəlir. Deməli, keçək. Həm görürsünüzmü, ədədi çap elədi burada. Həm də burada sayını çap elədi. Keçək buna və yekunlaşdıraq. Aldığım icazı nəticəsində B dəyişən son qiymətini müəyyən edin. 12, 19 gəlirəm. I bərabərdir. Baxın, 2-dən 17-yə 4 addım. Əslində burada 2 dənə bu ikisi olsaydı 2, 3, 4, 5, 6, 7, 17-yə qədər ədəd götürərdi. Amma 4 addım o deməkdir. 2 üstünə gəl 4. Bir dəfə 2 olacaq. Bir dəfə 6. Bir dəfə 10. Bir dəfə 14. Üstünə 4 gələndə 18 eləyir. Yəni dövrü, yəni qiymətdən çox elədiyi üçün onu götürə bilməyəcək. 1, 2, 3, 4 dəfə dövrə girəcəkdir. Gəlirəm. A bərabərdir A, yəni 12, üstə gələk I. I neçədir? 2-dir. Bir dəfə elədi 14. Ta ki, hələ dövrdən, deməli, neyniyəcəkdir? 12-nin üstünə hər dəfə bunlar gələcəkdir. İndi ikinci səfər I bərabərdir 6 olanda A bərabərdir neçə? A, yəni köhnə A 14 üstə gələk I. Yox, hər dəfə 12 üstünə gəlmir. Öz alınan ədədi I ilə toplayır. 6, bu eləyəcək 20. I bərabərdir 10 olanda A bərabərdir 20 üstə gələk 10, o da eləyəcək 30. I bərabərdir 14 olanda A bərabərdir 30 üstə gələk 14, o da eləyəcəkdir 44. Baxın, bunu cəmlədi, A-nı aldı. İndi sonra nə edir? B ilə cəmləyir. Deməli, B də
Bunu necə saxlayırıq?